Salam dəyərli izləyicilərim. 25-31 may tarixləri üçün həftəlik proqnozla qarşınızdayım. Videoya keçməzdən əvvəl kanala dəstək olmaq üçün abunə olmağı və bildirişləri açmağı unutmayın ki, hər həftə bu real analizləri qaçırmayasınız. İndi isə keçək bürclərə. Qoç bürcü. Bu həftə oxuduğunuz materiallarda elə bir qeyd və ya mövzu qarşınıza çıxacaq ki, gələcək imtahanın taleyini məhz o həll edəcək. Diqqətinizi dağınıq saxlamayın, çünki ən önəmli ipucu kiçik detallarda gizlidir. Ailədə, evdə uzun müddətdir təxirə salınan bir təmir, əşya dəyişikliyi və ya sənəd işi bu həftə hər kəsi masa arxasına yığacaq. Biraz mübahisə olsa da, həftə sonuna doğru hər kəs ortaq məxrəcə gələ biləcək. Sevgidə partnyorunuzun sizdən tamamilə gizli saxladığı bir sürprizin və ya planın üstü açılır. Bu, münasibətinizə tam fərqli bir həyəcan gətirəcək. Subaylar isə tam ümidləri kəsildiyi anda sosial şəbəkədə çox maraqlı bir mesaj ala bilərlər. Maddiyyatda keçmişdə kiməsə verdiyiniz və tamamilə unutduğunuz bir borc qəfildən geri qayıdır və ya gözlənilməz bir endirim büdcənizi rahatladır. Böyük alış-verişlər üçün cümə axşamını gözləmək daha xeyirlidir. İş yerində rəhbərliyin gözündən qaçan böyük bir səhvi tək başına düzəldərək komandanı çətin vəziyyətdən çıxaracaqsınız. Bu addımınız yaxın gələcəkdə maaş artımına birbaşa təsir edəcək. Havaların dəyişkən keçməsi ilə əlaqədar olaraq bu həftə səs telləriniz və boğazınız həssas ola bilər. Soyuq içkilərdən uzaq durun. Səhərlər oyananda bədəndəki yorğunluğu atmaq üçün mütləq ilıq duş qəbul edin. Həftənin qoçlara olan məsləhəti. Qarşınıza çıxan ilk təklifə dərhal hə deməyin. Biraz gözləmək sizə daha yaxşısını gətirəcək. Buğa bürcü. Təhsildə motivasiyanızın tam düşdüyü bir anda bir qrup yoldaşınızın və ya müəlliminizin sözü sizdə yeni bir stimul yaradacaq. Yarımçıq qalan layihələri tamamlamaq üçün həftənin ortası ən məhsuldar zamandır. Yaxın qohumlardan birinin toy, nişan və ya xoş xəbəri ilə bağlı ailədə böyük bir canlanma və hazırlıq prosesi başlayacaq. Bu gediş-gəliş sizə köhnə inciklikləri unutmaq üçün yaxşı bəhanə olacaq. Münasibətdə qarşı tərəfin sizə verdiyi bir sözü tutmaması yüngül gərginlik yaratsa da, səmimi bir etiraf hər şeyi yoluna qoyacaq. Tənha olanlar isə hər gün getdikləri kafedə və ya məkanda birinin baxışlarını öz üzərində hiss edə bilərlər. Bu həftə gəlirləriniz stabil qalsa da, gözlənilməz xırda məişət xərcləri büdcənizi bir az yoracaq. Pullarınızı kartda saxlamaq plansız nağd xərcləmələrinin qarşısını almaq üçün yaxşı üsuldur. Üzərinizə rəsmi olaraq sizin vəzifəniz olmayan əlavə bir yük qoymaq istəyəcəklər. Lakin diplomatik şəkildə imtina etməyi bacarmalısınız. Öz işinizə fokuslanmaq həftə sonunu rahat keçirmənizi təmin edəcək. Sağlamlıqda gözlərinizi ekrandan gələn zərərli şüalardan qorumaq üçün iş saatlarında fasilələr verməyi vərdiş halına gətirməlisiniz. Yuxu rejimini bərpa etmək daxili enerjinizin yenidən bərpa olunmasını təmin edəcək. Buğalara həftənin məsləhəti. Yeniliklərə qapınızı açın və köhnəlmiş vərdişləri arxada qoymaqdan qorxmayın. Əkizlər bürcü. Qardaş, bacı və ya yaxın qohumlarla birgə reallaşdırılacaq bir səyahət planı ailə bağlarınızı daha da möhkəmləndirəcək. Evinizə gələcək qonaqlar həftənizə fərqli bir rəng və nəşə qatacaq. Sevgidə partnyorunuzla aranızda yaranan kiçik qısqanclıq böhranlarını böyütmədən sakit şəkildə danışaraq yoluna qoymağa çalışın. Sevgidə emosiyalarla deyil, məntiqlə hərəkət etmək bu həftə sizi böyük səhvlərdən qoruyacaq.
Maddiyyatı gözlənilməz xərclər büdcənizdə müvəqqəti gərginlik yarada bilər. Ona görə də qənaət rejiminə keçmək faydalıdır. Həftə sonuna doğru isə əlavə qazanc mənbəyi tapmaq üçün gözəl təkliflər ala bilərsiniz. Karyerada imzalanacaq yeni müqavilələr və ya tərəfdaşlıqlar gələcək karyeranızda mühüm dönüş nöqtəsi ola bilər. Liderlik bacarıqlarınızı nümayiş etdirmək üçün qarşınıza çıxan şansları maksimum dəyərləndirin. Qrup şəklində edilən dərslər və layihələr fərdi çalışmaqdan daha çox səmərə verəcək. Yoldaşlarınızla məlumat mübadiləsi aparmaq çətin tapşırıqların öhdəsindən asanlıqla gəlmənizi təmin edəcək. Sinir sisteminizi sakitləşdirmək üçün bitki çaylarına və meditasiya kimi ruhu dincəldən fəaliyyətlərə üstünlük verin. Ağır fiziki yükləmələrdən qaçaraq oynaqlarınızı həddindən artıq yormamağa diqqət edin. Həftənin əkizlərə olan məsləhəti: diqqətinizi yayındıran çoxsaylı fikirləri filtrləyin və yalnız tək bir hədəfə yönəlin. Xərçəng bürcü. Ailə üzvlərinin sizə dəstək olmaq istəyi özünüzü daha güvəndə və xoşbəxt hiss etməyinizə səbəb olacaq. Birlikdə keçiriləcək zaman keçmişdəki incikliklərin tamamilə unudulmasına kömək edəcək. Münasibəti olanlar partnyorunun ailəsi ilə yaxın tanışlıq və ciddi addımlar atmaq barədə danışıqlar apara bilərlər. Həyatında kimsə olmayanlar isə sosial şəbəkələr vasitəsilə ruh əkizini tapmaq şansı əldə edəcəklər. Maddi cəhətdən olduqca stabil və rahat bir həftə keçirəcəksiniz. Hətta özünüzü ərkönləşdirmək üçün alış-verişə də büdcə ayıra bilərsiniz. Uzun müddətdir planlaşdırdığınız böyük bir alış-verişi reallaşdırmaq üçün şərait yaranacaq. Kreativ ideyalarınız iş mühitində böyük rəğbətlə qarşılanacaq və layihələriniz vizual olaraq fərqlənəcək. Yaradıcılıq potensialınızı tam ortaya qoymaqla işdəki mövqeyinizi xeyli möhkəmləndirəcəksiniz. Öyrənmə tempiniz bu həftə yüksək olacaq. Xüsusən də incəsənət və ya humanitar elmlərlə məşğul olanlar üçün böyük uğurlar gözlənilir. Konsentrasiyanızı pozan amilləri otağınızdan uzaqlaşdırmaq nəticələrinizi 2 qat artıracaq. Həzm sisteminizi normada saxlamaq üçün ağır və yağlı yeməklərdən qaçıb, mövsümi tərəvəzlərə üstünlük verməlisiniz. Gün ərzində içdiyiniz suyun miqdarını artırmaq hüceyrələrinizin yenilənməsinə və cildinizin parlamasına kömək edəcək. Həftənin xərçənglərə olan məsləhəti: öz daxili səsinizə və intuisiyanıza güvənin. O sizi heç vaxt yanıltmır. Əziz izləyicilər, bura qədər baxmısınızsa, kiçik bir fasilə verək. Kanala dəstək olmaq üçün zəhmət olmasa videonu bəyənməyi və hələ də abunə deyilmisinizsə, abunə olmağı unutmayın. Şərhlərdə yazın, kanalda daha çox bürclərə aid nə tipli videolar görmək istəyirsiniz? Sevgi uyğunluğu, həftəlik rituallar, yoxsa bürclərin gizli sirləri? Fikirlərinizi qeyd edin. Bu mənim üçün çox önəmlidir. Şir bürcü. Uzun müddətdir üzərində işlədiyiniz bir mövzunun və ya kursun yekun sertifikatını və ya qiymətini almaq həftəsidir. Nəticə gözlədiyinizdən də yaxşı olacaq və sizə yeni qapılar açacaq. Ailə daxilində bəzi mülkiyyət və ya gələcək köç planları yenidən masa üzərinə gələ bilər. Hər kəsin fikrini sakit dinləmək evdə yarana biləcək süni gərginliyin qarşısını alacaq. Sevgidə partnyorunuzla birlikdə keçirəcəyiniz romantik bir həftə sonu münasibətdəki son zamanlar yaranan soyuqluğu tamamilə yox edəcək. Tənha olanlar isə tamamilə təsadüfi bir qarşılaşma nəticəsində maraqlı bir dialoqa başlaya bilərlər. İşinizlə bağlı gözlədiyiniz bir ödənişin gecikməsi həftənin ortasında planlarınızı biraz dəyişə bilər. Ona görə də B planınız olsun. Həftə sonuna doğru maliyyə vəziyyətiniz tamamilə stabilləşəcək. Bu həftə yeni bir iş təklifi və ya mövcud işinizdə fərqli bir şöbəyə keçid imkanı yaranacaq. Qərar verməzdən əvvəl şərtləri və gələcək perspektivləri çox real analiz etməlisiniz.
Gün ərzində ağır yüklər qaldırmaqdan və bədəni həddindən artıq fiziki yormaqdan qaçın. Çünki əzələ dartılmaları da ola bilər. Axşamlar ayaqlarınızı dincəltmək və masaj etmək ümumi yorğunluğu götürəcək. Həftənin şir bürclərinə olan məsləhəti: baş verən hadisələrə emosional yox, bir kənardan baxan neytral bir müşahidəçi kimi yanaşın. Qız bürcü: bu həftə beyniniz informasiyaları çox sürətlə qəbul edəcək. Xüsusilə texniki və ya hesablama tələb edən mövzularda çətin tapşırıqları asanlıqla həll edəcək. Öyrəndiklərinizi praktika etmək yaddaşınızı gücləndirəcək. Ailə üzvlərindən birinin sizdən mənəvi dəstək və ya məsləhət istəməsi gündəmə gələcək. Sizin tərəfsiz və real baxış bucağınız evdəki böyük bir problemin böyümədən həll olunmasını təmin edəcək. Sevgidə, münasibətdə qarşı tərəfin xırda səhvlərini görməzdən gəlmək bu həftə sizə böyük hüzur gətirəcək. Hər sözün altında məna axtarmayın. Subaylar üçün isə köhnə bir tanışın qəfildən fərqli bir maraqla yaxınlaşması baş verə bilər. Maddiyyatda gözlənilməz bir yerdən gələcək xırda hədiyyə və ya maddi dəstək həftəlik büdcənizə müsbət təsir edəcək. Böyük borcların altına girmək üçün heç də uyğun zaman deyil. Üzərində çalışdığınız layihənin yekun mərhələsində bəzi texniki nasazlıqlar yarana bilər. Diqqətli olun. Soyuqqanlılığınızı qorusanız, problemi cəld həll edib rəhbərliyin təqdirini qazanacaqsınız. Qidalanma rejiminizdə quru yeməklərdən uzaq durub, sulu və ev yeməklərinə üstünlük verməlisiniz. Çünki bu həftə həzm sisteminiz biraz həssas ola bilər. Gün ərzində bol su içməyi unutmayın. Həftənin qız bürclərinə olan məsləhəti: hər şeyi ideal etməyə çalışıb özünüzü stresə salmayın. Bəzən yaxşı elə mükəmməl deməkdir. Tərəzi bürcü: ailə daxili münasibətlərdə ədaləti və balansı qorumaq missiyası yenə də sizin üzərinizə düşəcək. Küsülü olan qohumları barışdırmaq üçün edəcəyiniz cəhdlər bu həftə uğurla nəticələnəcək. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşma dövrüdür. Birlikdə keçirəcəyiniz vaxt sizə unudulmaz anlar yaşadacaq. Tənha tərəzilər isə qatıldıqları bir mədəniyyət tədbirində estetik zövqləri üst-üstə düşən biri ilə qarşılaşa bilərlər. Maddi sahədə tərəfdaşlıqlardan və ya ortaq layihələrdən gələn gəlirlərinizdə gözə çarpan artım müşahidə olunacaq. Bahalı geyimlər və ya bəzək əşyaları alarkən büdcənizin sərhədlərini aşmamağa diqqət edin. Diplomatiya bacarığınız sayəsində tərəfdaşlarla aparılan danışıqlarda şirkətiniz üçün ən xeyirli şərtləri əldə edəcəksiniz. Yeni iş təklifləri və ya fərqli şöbəyə keçid imkanları gündəmə gələ bilər. Təhsildə incəsənət, memarlıq və ya dizayn sahəsində təhsil alanlar üçün yaradıcılığın zirvə nöqtəsidir. Sualları qarışdırmamaq üçün stressinizi idarə etməyi öyrənməlisiniz. Börəklərinizin fəaliyyətini normada saxlamaq üçün duzlu qidalardan uzaq durmalı və bol, təmiz su qəbul etməlisiniz. Bədəninizin elastikliyini artırmaq üçün yoga və pilates kimi yüngül idman növlərinə başlamaq yerinə düşər. Həftənin tərəzilərə olan məsləhəti: qərar verməkdə gecikərək qarşınıza çıxan gözəl fürsətləri qaçırmayın. Əqrəb bürcü: ailə daxilində gizli qalan bəzi sirlərin və ya mövzuların açılması ilk başda gərginlik yaratsa da, sonradan rahatlıq gətirəcək. Yaxınlarınızın problemlərinə dərindən yanaşmaq onlara mənəvi dayaq olmanızı təmin edəcək. Münasibətlərdə ehtiras və qısqanclıq hissləri bir anda pik həddə çata bilər. Emosiyalarınızı idarə etməyə çalışın. Həyatında kimsə olmayan əqrəblər güclü aurası olan və sirli görünüşlü bir insana vurula bilərlər. Maliyyə vəziyyətinizi kökündən dəyişdirəcək, riskli, lakin bir o qədər də strateji addımlar atmaq istəyə bilərsiniz. Miras və ya sığorta pulları ilə bağlı hüquqi məsələlər müsbət həllini tapacaq. Karyeranızda böyük bir transformasiya dövrüdür. Köhnə metodlardan imtina edib rəqəmsal yenilikləri tətbiq etməyə başlayacaqsınız. Rəqiblərinizin planlarını öncədən bəsirətinizlə hiss edərək hər zaman onlardan bir addım öndə olacaqsınız. Gizli qalmış və ya çətin tapılan elmi mənbələri araşdırıb tapmaqda üstünüzə kimsə olmayacaq.
Fokuslanma qabiliyyətiniz o qədər güclü olacaq ki, ən çətin düsturları belə bir baxışda həll edə biləcəksiniz. Sağlamlıqda bədəninizi zərərli toksinlərdən təmizləmək üçün detoks proqramlarına və ya yaşıl çay pəhrizinə başlamağın əsil vaxtıdır. Ağır metallardan və kimyəvi tərkibli qidalardan uzaq durmaq ümumi gümrahlığınızı bərpa edəcək. Həftənin əqrəblərə olan məsləhəti: keçmişin yüklərini sərbəst buraxın ki, həyatınıza yeni və gözəl enerjilər daxil ola bilsin. Oxatan bürcü. Təhsilinizlə və ya ixtisasınızla bağlı önəmli bir imtahanın, müsahibənin nəticəsi bu həftə açıqlana bilər. Alacağınız qiymət gələcək addımlarınızı planlaşdırmaq üçün sizə tam aydınlıq gətirəcək. Evdə valideynlərlə və ya ailənin yaşlı üzvləri ilə keçmiş xatirələr barədə səmimi söhbətlər olacaq. Onların sizə edəcəyi xırda bir maddi və ya mənəvi jest əhvalınızı xeyli qaldıracaq. Partnyorunuzla birlikdə şəhərdə yeni açılmış bir məkana getmək və ya fərqli bir film izləmək münasibətinizə xoş rəng qatacaq. Subay oxatanları isə gündəlik iş mühitində və ya kursda yeni bir ünsiyyətin təməlini ata bilərlər. Bu həftə xərcləriniz və gəlirləriniz tam balansdadır. Heç bir ciddi maliyyə sıxıntısı gözlənilmir. Sadəcə onlayn alış-veriş saytlarında çox vaxt keçirməməyə çalışın ki, büdcəniz qorunsun. Karyerada komanda daxilində yaranan xırda bir anlaşılmazlığı sizin ortaq məxrəc tapmaq bacarığınız həll edəcək və iş yoldaşlarınızın gözündə hörmətiniz artacaq. Yeni təkliflərə açıq olun. Sağlamlığa gəldikdə isə maddələr mübadilənizi normada saxlamaq üçün bu həftə qazlı içkiləri tamamilə rasiondan çıxarıb təmiz suya və təbii şirələrə üstünlük verməyiniz ümumi gümrahlığınızı bərpa edəcək. Həftənin oxatanlara məsləhəti: addımlarınızı real imkanlarınıza görə atın. Xəyal plan qurmaq vaxt itkisidir. Oğlaq bürcü. Təhsildə sistemli şəkildə hazırlaşdığınız bir fən üzrə bu həftə gözlədiyinizdən də yüksək nəticə əldə edəcəksiniz. Vaxtı düzgün idarə etməyiniz dərslərdə sizə böyük üstünlük qazandırır. Ailəvi olaraq həll edilməli olan bəzi hüquqi və ya sənədləşmə işlərinin rəhbərliyi sizə həvalə oluna bilər. Məsuliyyətli yanaşmanız sayəsində problem tez bir zamanda həllini tapacaq. Sevgidə qarşılıqlı güvən hissinin ən yüksək olduğu həftələrdən biridir. Gələcək planlar barədə ciddi qərarlar verilə bilər. Münasibəti olmayanlar isə ciddi və məqsədyönlü bir insanla tanış ola bilərlər. Maliyyə sahəsində nizamlı davranmağınız gələcək bir investisiya üçün yaxşı baza yaradır. Gözlənilməz əlavə bir gəlir qapısı həftənin sonuna doğru özünü göstərə bilər. Çalışqanlığınız rəhbərliyin diqqətindədir. Bu həftə sizə daha önəmli bir layihənin və ya şöbənin idarə edilməsi təklif oluna bilər. Professional addımlarınızda cəsarətli olun. Sağlamlığa qaldıqda isə oturaq iş şəraiti ilə əlaqədar olaraq bel və onurğa nahiyəsində gərginlik hiss edə bilərsiniz. İş saatlarında hər bir saatdan bir ayağa qalxıb qısa hərəkətlər etmək bədəninizi rahatladacaq. Həftənin oğlaqlara olan məsləhəti: işinizə və hədəflərinizə fokuslanarkən həyatın gözəl və əyləncəli tərəflərini də qaçırmayın. Dolça bürcü. Təhsildə onlayn dərslər, vebinarlar və ya rəqəmsal platformalardan öyrəndiyiniz məlumatlar bu həftə praktiki tapşırıqlarda çox işinizə yarayacaq. Texnologiyadan düzgün istifadə təhsilinizi sürətləndirir. Evdə edəcəyiniz kiçik kosmetik dəyişikliklər, otağın dizaynını yeniləmək ailə daxili atmosferə çox pozitiv və təravətli bir enerji gətirəcək. Yaxınlarınızla maraqlı bir film gecəsi təşkil edə bilərsiniz. Partnyorunuzla intellektual mövzularda edəcəyiniz maraqlı diskussiyalar bir-birinizi daha dərindən kəşf etməyinizə kömək edəcək. Subaylar üçün sosial şəbəkələrdə fərqli baxış bucağı olan biri ilə maraqlı ünsiyyət başlaya bilər. Maddiyyatda rəqəmsal sahədən və ya onlayn göstərdiyiniz xidmətlərdən gözlənilməz xırda bir qazanc əldə edə bilərsiniz. Büdcənizi qorumaq üçün lazımsız abunəliklərinizi yoxlayıb ləğv edin.
Karyerada, iş mühitində heç kimin ağlına gəlməyən alternativ bir həll yolu təklif edərək böyük bir problemi həll edəcəksiniz. Komanda işində liderlik bacarığınız ön plana çıxacaq. Sağlamlığa gəldikdə isə beyninizin dincəlməsi üçün yatmazdan ən azı 1 saat əvvəl telefon və planşetləri kənara qoymağa vərdiş edin. Bu yuxunuzun keyfiyyətini artıracaq və səhər daha gümrah oyanmağınıza kömək edəcək. Həftənin dolçalara olan məsləhəti: sizi keçmiş qəliblərdə saxlayan fikirləri tamamilə unudun və yeni ideyalara şans verin. Balıqlar bürcü. Təhsildə yaradıcılıq və xəyal gücü tələb edən sahələrdə hazırladığınız layihələr bu həftə çox yüksək qiymətləndiriləcək. Konsentrasiyanı qorumaq üçün sakit mühitləri seçin. Ailədə, evdə tam bir dinclik və huzur ab-havası olacaq. Ailə üzvləri ilə birlikdə keçmiş xoş günləri yad edə bilərsiniz. Yaxınlarınızın emosional dəstəyi özünüzü daha güvəndə hiss etdirəcək. Sevgidə isə münasibətdə qarşılıqlı anlaşmanın və romantikanın artacağı çox gözəl bir həftədir. Partnyorunuzla səmimi söhbətlər edə bilərsiniz. Tənha olanlar isə incəsənət mühitində və ya sosial layihədə ruh əkizini tapmaq şansı əldə edəcəklər. Maddi məsələlərdə addımlarınızı diqqətlə atın. Kiməsə borc vermək və ya tələsik investisiya etmək üçün doğru zaman deyil. Büdcənizi qorumaq bu həftə ən prioritet məsələ olmalıdır. Karyeraya gəldikdə isə intuisiyanızın və real analizlərinizin birləşməsi iş yerində düzgün qərarlar verməyinizə kömək edəcək. Gizli qalan bəzi istedadlarınızı layihələrdə nümayiş etdirə bilərsiniz. Gün ərzində çox oturaq qaldığınız zaman ayaqlarda yaranan gərginliyi və yorğunluğu aradan qaldıracaq yüngül masajlar edin. Psixoloji yenilənmək üçün həftə sonu təbiətdə və ya su kənarında tənha zaman keçirmək ruhunuza yaxşı təsir edəcək. Həftənin balıqlara olan məsləhəti: reallıqları gözartı etmədən planlarınızı qurun. Ayaqlarınız yerə möhkəm bassın. Bəli, əziz izləyicilər, 25-30 may tarixlərinə olan bürc proqnozlarını dinlədiniz. Gələn həftələrdə eşidilənədək sağlıqla qalın. Ulduzunuz daim parlasın.